şirkəti və alıcılar da bizim izləyicilər. Biz onlara bizim kütləyə uyğun ki, məsələn, mən hər gün bilirəm ki, faydalı etsəm, bunu bir dəfə test etmişdim. Gördüm, insanlar sıxılırlar. Çünki hər gün informasiya ötürəndə insan yüklənir. Mənim kimi də bir 10 nəfər ən az izləsə blog, oyda nə qədər məlumat ötürürlər, yoruldum, bir həftə uzaqlaşım. Və biz həmən izləyici itirmiş olaq. Ona görə o balansı saxlamaq lazım ki, biz davamlı məlumat ötürməyə çalışırıq ki, biz hər gün reels paylaşır, bizi izləyin odur ki, yox, vəbşi biraz uzaqlaşın, bəlkə Instagramdan və yaxud TikTokdan. Əslində indi bu korporativlərin birgə bərabər trend video çəkmələri daha çox viral olur deyə düşünürəm. Videonu görəndə istər-istəməz həmən maraqlı gəlir və mən baxıram o videoya. O videolara baxış daha çoxdur. Necə düşünürsünüz də, misal üçün artıq işlərimizi, ciddi işlərimizi necə belə biraz gülməli, emosional çevirək ki, yəni çünki tək lazım olan yox, lazım olmayanlar da baxsınlar bizim videolara.